Unilever adlı bir şirkət var. Dünya miqyasına tanınan şirkətlərdən biridir. Şəxsi qulluq, qida məhsullarını həm istehsal edirlər, həm satışına məşğuldurlar. Onlar belə deyək də, daxili transformasiya layihəsi hazırlayıblar bu yaxınlarda. Fərqli nəsillərdən olan nümayəndələri daha effektiv idarə etmək üçün. Transformasiya da belə gedir ki, Connected for Growth, yəni böyümək üçün birləşək. Məqsədləri fərqli nəsillərdən olan nümayəndələrin sinerjisindən effektiv yararlanmaqdır. Və onlar nəsillər arası bir mentorluq proqramı yaradıblar. Bu mentorluq proqramında X nəsil nümayəndələri biznes idarə etməsi, biznes strategiyalarından danışır, daha effektiv idarə etmə üsullarından danışır seminar iştirakçılarına. Z nəsil nümayəndələri məsələn data analitikdən danışır, proqramlaşdırmadan danışır, avtomatlaşmadan, rəqəmsal texnologiyaların inkişafından, süni intellekt inteqrasiyalarına məlumatlar verir. Yəni bu qarşılıqlı əlaqələr həm faydalı, həm də bir məqsəd ətrafında, bir missiya ətrafında effektiv birləşmək üçün bir şərait yaradır. Həmçinin açıq ünsiyyət günləri təyin ediblər. Açıq ünsiyyət günlərində hər iki nəsil nümayəndələri, hətta hər üç digər nəsil nümayəndələri bir araya gəlir və hər öz qayğılarını bölüşür. Mən necə işləmək istəyirəm, mən nədən motivasiya alıram, mənlə necə danışsa daha doğru olar. Və bu öz effektini göstərir Unilever şirkətində. Onların həqiqətən idarə etmə belə deyək də, funksiyaları çox güclüdür və biz baxsaq onların tərkibində kifayət qədər tanınan markalar da var. Rexona, Axe, Cif, Domestos kimi markaların həm istehsalatını, həm satışını həyata keçirirlər. Mən düşünürəm ki, biz bu kimi təcrübələri lokal idarə etməmizdə tətbiq edə bilərik. Misal üçün, şirkətimizdə mini sessiyalar keçirərik. Adını qoyarıq ki, zaman fərqimiz gücümüzdür. Və baxarıq ki, bizim düşüncələrimiz necə birləşə bilər, biz onlardan necə istifadə edə bilərik ki, daha faydalı olar. Yeni layihələrdə təşəbbüs göstərən gənc nəsil nümayəndələrini lider qoyarıq. Yanlarına da köhnə nəsildən mentor kimi köhnə nəsil nümayəndələrinə bir rol verərik, yaxşı nəticə əldə etməyimiz üçün. Mini duetlər yaradarıq. Məsələn, X nəslindən olan satış təmsilçisi ilə Z nəslindən olan dizayner bir komanda yaradarıq. Onların birlikdə çalışması, kollaborasiyası ortaya yaxşı nəticə çıxardar. Və bu fərqli nəsillərin bir yerdə çalışması bəzən o qədər möhtəşəm ola bilər ki, ortaya təkcə bir məhsul çıxartmarıq, fərqlilik, yenilik çıxardarıq və bazara səs sala bilər. Çünki nəzərə almalıyıq ki, bazara səs sala biləcək məhsulları, ideyalarını, startapların xüsusən ideyalarını dövrümüzdə yeni nəsillər verir. Biz onların ideyalarını diqqətlə qulaq asmalıyıq.